Mənim bir pis xasiyyətim var ki, beynimə nə düşdüsə, elə həmən dəqiqə mütləq şəkildə eləməliyəm. Gec saat 11-də oturmuşdum divanda, dedim ki, niyə də dırnaqlarımı düzəltməyim? Zaten cibimdə son 15 manat var, onun da başını əkmək istəyirdim. Tam bir bəhanə oldu. Ustama yazdım, dedim gələ bilərəmmi? Dedi, problem yoxdur, gəl. Allahdan ustam 2 mərtəbə yuxarıda olduğu üçün çöldə donmadan rahatlıqla gedə biləcəm. Burada dırnağımın son halını görürsüz, çox iyrənc, çox bərbad haldadır, amma çox möhtəşəm olacağına inanıram. Gəlmək olar? Olar. Və biz vaxt itirmədən başlayırıq prosesə, çünki 3 saat rahat vaxtımız gedəcək. Allah indidən o qıza da mənə də səbir versin. 15 manatı dırnaq eləməyinə baxmayın. Hər bir materialını sıfırdan müştərilər üçün istifadə edir. Ən sevdiyim cəhət də burada oldu və ən önəmlisi dırnaqlarımı qanatmadılar, ağırtmadılar ki, sırf dırnaq qanatdığı üçün bir çox ustanı dəyişmişəm və çox da gözəl qulluq eləyirlər. Qəşəng çay qonaqlığı verirlər, sizə də verəcəklər o çay qonaqlığından, narahat olmayın. Və burada son nəticəni sizinlə paylaşıram. Doğrudan da 15 manata tam bir Pinterest dırnağını hazırladılar. Halal olsun, həqiqətən də bravo.